süni intellekt heç vaxt yaradıcılığı əvəzləyə bilməz. Süni intellekt LLM texnologiyası əsasında işləyir və bu texnologiya əsasında işlədiyinə görə indiyə qədər mövcud olan məlumatlar əsasında fəaliyyət göstərir və onun da hallütinativ xüsusiyyətləri, yəni yanlışlıq xüsusiyyətləri həddindən artıqdır. Olmayan faktlar, deyilməyən sözlər, mövcud olmayan şəxslərə istinad və s. burada problemlər çox ciddidir. Əfsuslar olsun ki, Azərbaycan mediasında indi bəzi xəbər resursları süni intellekt platformalarının və əksəriyyəti də ən ibtidai formatından istifadə edərək xəbərlər yaymaqla məşğuldular və bu zaman çox ciddi səhvlərə yol verilir. Amma gələcək süni intellektindir. Süni intellekt sadəcə media xəbər yazılması, xəbərin seçilməsi, yoxlanılması üçün deyil. Süni intellekt jurnalistin bu dəqiqə əvvəllər çap maşını, daha sonra klaviatura kimi bir alətidir. O jurnalisti heç vaxt əvəzləməyəcək və əvəzləməsi də mümkün deyil. Fəqət bu yaxınlarda keçirdiyimiz görüşlər, danışıqlar da göstərir ki, süni intellekt müəyyən mənada məhək daşı rolunu oynayır. Məsələn, New York Times əməkdaşlarının təxminən 40%-ni ixtisarlayıb. Ehtiyac yoxdur adamlara. Bir çox ixtisaslar artıq tarixə qovuşur. Məsələn, qazet dizayneri, videoqraf, montajçı və s. bunu bizdə süni intellekt yerinə yetirir. Bunun üçün ayrıca bir vahid saxlamırıq. Türkiyə mediasından da sıx əlaqələrimiz var. Türkiyənin aparıcı mediası bizim proqramlarımızdan, xidmətlərimizdən, servislərimizdən istifadə edir. Və ona görə də Azərbaycanda bunun ciddi gələcəyi var. Bir şərtdən ki, jurnalist özünü əvəzlətdirməyə çalışmasın. Jurnalist tənbəllik eləməsin və süni intellekt nə qədər inkişaf etsə də, saytlar nə qədər inkişaf etsə də, məhz müəllif baxışı, şəxsin baxışı, bir şəxsin mən gördüm cümləsi ilə başlanan reportajı həmişə önəmlidir və önəmli olaraq da qalacaq. Bu qədər.